Decide whether the statements are true or false. Qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır. Birinci cümləmizdə first bicycles were invented in France by a French inventor. İlk velosiped Fransada fransız bir ixtiraçı tərəfindən kəşf olunmuşdur. Birinci cümləmizi false götürəcəyik, çünki ilk velosiped Şotlandiyada, yəni 1800-cü illərin əvvəlində yaranmışdı. İkincidə a French inventor added pedals to the front wheel, yəni fransız bir ixtiraçı qarşı təkərlərə pedallar əlavə etdi. İkinci cümləni true götürürük, çünki mətnimizdə bu haqda məlumatımız var. Some years later, a French inventor added pedals in the front wheel deyə cümləmiz qeyd olunmuşdur. Üçüncü cümlədə early velocipedes were light in weight, yəni ilk yaranan velosipedlər çəkisinə görə yüngül idi. Yenə false götürəcəyik tərcüməyə əsasən, çünki mətnimizdə qeyd olunur ki, həmin velosipedlər ağır imiş. Və buna görə verəcəyik the velocipedes were heavy, yəni baxmayaraq ki, ağır idi, insanlar arasında da məşhur imiş. Zəngin insanlar təbii ki. Dördüncüdə the frameworks of velocipedes were made of steel tubes. Dördüncü cümləmizi true götürürük, çünki mətndə məlumatımız qeyd olunmuşdur ki, the frameworks of velocipedes were made of solid steel tubes deyə verilmişdir. Demək, birinci cümləmiz false, ikinci cümləmiz true, üçüncü cümləmiz false və dördüncü cümləmiz true olacaqdır.